Qaydırıq sizin o gənclik dövrünüzə və o vaxtki perspektivlərinizə. Deməli, 15 yaşından başladınız işləməyə tikinti şirkətində, yerli tikinti şirkətində. Sonra subpadriatçı, BP-nin subpadriatçı şirkəti və yaxşı vəsait qazanmağa başladınız. Bu artıq neçənci il idi? 19 yaşım vardı, 2001-ci il idi. 2001-ci il ora keçdim. Plus minus nə qədər maaş alırdınız? Çünki o vaxtı gənclər üçün 150-200 dollar maaş artıq yaxşı idi. Buna görə dollarla deyirəm, ekvivalent olaraq. Hardasa 1000 dollara yaxın. Bu çox böyük vəsait idi. O vaxt üçün yaxşı idi. O vaxt 2 otaqlı mənzil deyək ki, Gənclikdə və yaxud da Montin deyilən ərazidə ya da ki mikrorayonda hardasa həmin dövrdə 15.000 dollar idi. Yəni siz bir müddət ekonomiya edib belə desək, mənzil ala bilərdiniz. Bəli, belə də baş verdi. Bu çox böyük pul idi. Yəni hər yaşlı, orta yaşlı kişi xeylağı bu vəsaiti qazanmadı. Bəli, biz gözəl bir dövrdə yaşayırdıq. Kompüter bilikləri 98-ci ildə çox az adamda var idi. Anam aviasiyada çalışırdı və onlarda kompüter vardı və mən məktəbdən sonra gedirdim. Onun kompüterində çalışırdım. Bizim kompüter almaq imkanımız yox idi ondan öncə və internetə bu çıxışı vardı. O vaxtları internetə çıxış 64 kilobit saniyə, saatı 8 dollar idi. Şəhər telefonu ilə. Bəli, təsəvvür 96-97-ci illər. Hərdən o səni atırdı. Elə bil ki, siz bu günləri aldığınız sürətin onda birinə 100 dollar saatını ödəyirsiniz də, bu dərəcədə baha idi. Yəni ki, və mənim necəsə bu imkanlarım vardı ki, mən kompüter öyrənim, dil öyrənim və internetə buraxılı çıxışım olsun. Və bu məni dərhal öz yaşıdlarımdan bir xeyli qabaqda aparırdı.